Göyçay rayonunun Müdəsöyünün kəs sakini Əliyev Rafiq Təvəkküloğlu. Bu Göyçay rayonunun zibilliğini getirip tökürlər buralara. Bu zibillik burada, bu zibillikten akan su, bu axır tökülür bizim arxa. Bizim içməli suyumuzda, malqara suda, çinməyə suda hamısı buradan istifadə edirik. Bu zibilliğin suyuna göre de bizim kətdə bu son bir ildə 20 adam xəstəliyindən vəfat edib. Bütün xəstəliklər yayılır kəndə, kətdə olmayan insanlarda cürəbəcürə xəstəliklər var. Ondan sonra heyvanlarımız qırılır, bu suyu içir. Mallarımız qırılır, bu suyu içir. Göyçay 6 saylı ekologiyasına müraciət eləmişik, bu işlərə baxmayıb. Rayon rəhbərlərinə müraciət eləmişik, bu işlərə baxmayıb. Bələdiyyə nümayəndəsinə, bələdiyyəyə müraciət eləmişik, bu işlərə baxmayıb. Bunu burada yığışılmır. Gündə 6 kamaz, 7 kamaz bu zibili getirib tökürlər. Burada cürəbəcürə xəstəliklər yaranır. Bu zibili əsasında bunu qazıb bastırılmalıdır. Yaşayış yerindən uzaq tökülməlidir. Bu zibil burada tökülməli ölüb. Bunu getirib qazıb bastırmalıdırlar ki, bu zibillər burada cəmaata zərər verməsin. Bələdiyyə bu yeri kompoza icarəyə verib. Bunu aidiyyatı orqanlardan artıq dərəcədə xahiş edirəm, bu zibilliyi buradan yığışdırsın.